Yaxşı. Uşaqlar, toplu ikinci hissə. Mövzumuz nə idi? Müxtəlif suların köməkliyi ilə qruplara ayırma. Neçədən sonra idi? 41-dən sonra da. Yəni mən indi 43-ü yazmalıyam. Düzdürmü? Baxaq. Uyğunlaşdırmadır. 43. Belədir. Birincisi 1. 4a kvadratı. Çıxaq 2a. Üstə gələk b çıxaq b kvadratı. İkincisi belədir. 6a çıxaq 2 kvadratı çıxaq 5a üstə gələk 2 kvadratı. Üçüncüsü də belədir. A çıxaq 1 kvadrat çıxaq 16b kvadratı. Baxaq, birinci qruplara ayıraq. Bax, bu ikisini bir qruplaşdırıram. Bu ikisini də bir qruplaşdırıram. 4a kvadratı çıxaq b kvadratı çıxaq 2a çıxaq b. Bu da 2a çıxaq b, 2a üstə gələk b demək. Çıxaq 2a çıxaq b. 2a çıxaq b-ni də ortaq vuruq çıxardanda olur 2a üstə gələk b çıxaq 1. Keçək buna. Kvadratlar fərqidir. 6a çıxaq 2 çıxaq 5a çıxaq 2 və 6a çıxaq 2 üstə gələk 5a üstə gələk 2. Bərabər. Bu eləyir. Birincidə a çıxaq 4. Çünki 6-dan 5-a çıxanda a eləyir. Burada isə eləcə 11a qalır. Vuraq 11a. Bu da qalsın. Bu da kvadratlar fərqidir. Uşaqlar. A çıxaq 1-in kvadratı çıxaq 4b kvadratı deməkdir. Bu da bərabərdir. A çıxaq 1 çıxaq 4b. A çıxaq 1 üstə gələk 4b. İndi 1, 2, 3 yazaq görək bizə hansı variantlar verilir. 43-də. Deyir ki, A variantında 2a üstə gələk b çıxaq 1 çox həddisinə bölünür. Birinciyə uyğundur. Görürsünüz? 2a üstə gələk b çıxaq 1 çox həddisinə bölünür. A 1-ə aiddir. A çıxaq 4b çıxaq 1 çox həddisinə bölünür. O da üçüncüyə aiddir b. Sonra 2a üstə gələk b 2 həddisinə bölünür. 2a üstə gələk b. Varmı elə bir şey? Yoxdur. D variantında 2a çıxaq b 2 həddisinə bölünür. D variantı 1-ə uyğundur. Y-də isə deyir ki, a çıxaq 4-ə bölünür. Deməli, Y də ikinciyə uyğundur. Yazın bunu. Keçək indi 45-ə. Görək 45-də nədir? Yazdınız mı? Yazın. Yaxşı, buranı silim. Qırx beş. 45-də də belədir. Birincisində a üstü 6 üstə gələk 10a kubu üstə gələk 16. İkincisində a üstü 4 çıxaq a kvadratı çıxaq 4a çıxaq 4. Üçüncüsündə isə uşaqlar a üstü 4 çıxaq a kvadratı üstə gələk 4a çıxaq 4. Gəlin bunu da vuruqlara ayıraq da görək nə olur. Bu deməli a üstü 6 üstə gələk 2a kubu üstə gələk 8a kubu üstə gələk 16. Düzdürmü? Bax bu ikisindən a kubunu çıxardıram. Olur a kubu üstə gələk 2. Bax bu ikisindən də 8-i çıxardıram şöyle. Üstə gələk 8. A kubu üstə gələk 2 də bu eləyir. İndi a kubu üstə gələk 2. Buradan da a kubu üstə gələk 8. Bilirsiniz ki, a kubu üstə gələk 8-in özü müxtəsər vurma düsturudur. A kubu üstə gələk 2-nin kubu demək. Onda nə olur? A kubu üstə gələk 2. Qoy bunun üstündən də a kubu üstə gələk 2-nin kubu yazım ki, yəni nəzərinizdə olsun. A üstə gələk 2. A kvadrat çıxaq 2a üstə gələk 4-dəki bölək. Bunu yadda saxlayaq. Keçirik bura.
A üstü 4 çıxaq. Bax, bunları mənfi olan mötərizə yazıram. A kvadratı üstə gələk 4A üstə gələk 4. Mötərizənin için müxtəsər vurma düsturudur. A üstü 4 çıxaq. Bu A üstə gələk 2 mötərizə kvadrat edir. Onda nə olur? Olur. A üstü 4, A üstü 4 də A kvadratın kvadratı, A kvadratı çıxaq A, çıxaq 2, A kvadrat üstə gələk A üstə gələk 2. Bircə qoy variantlara baxın, bəlkə bunların özünü də vuruqlara ayırıb, ona görə A çıxaq 2-yə bölünür. Deyəsən ayırıb onu. Onlar da ayırıb deyəsən, hə. A çıxaq 1-ə, A çıxaq 2-yə. Uşaqlar, bax, bunun özünü ayırmaq olar. Bunu yox, amma bunu ayırmaq olar. Siz 9-cu sinifdə kvadrat düzəltinin vuruqları ayırması keçəcəksiniz. Bu eləyim bunu. A kvadratı. Belə eləyəcəm. Bərabərdir. Bax, bunu parçalayıram. A kvadratı. Çıxaq 2A üstə gələk A kimi yazıram. Çıxaq 2. Bu da A kvadrat üstə gələk A üstə gələk 2. Bundan işimiz yoxdur. Bax, bu ikisindən A-nı çıxardıram. Eləyir, nə qədər uzun olsa da yazmaq lazımdır. A-nı çıxardanda A çıxaq 2 elədi. Bax, bu da eləcə üstə gələk A çıxaq 2 elədi. Amma bu yanda da A kvadrat üstə gələk A üstə gələk 2. Bərabərdir. Təzədəndən A çıxaq 2-ni çıxardanda A çıxaq 2. A üstə gələk 1. Bu da A kvadratı üstə gələk A üstə gələk 2. Bax, bu da ikincisidir. Yadınızda saxlayın. Üçüncüyə baxaq. Bu da deyəsən ona oxşar bir şey olacaq. A üstü 4 çıxaq. A kvadratı çıxaq 4A üstə gələk 4 eləyir uşaqlar. Bu da bərabərdir. A kvadratının kvadratı deməkdir. A üstü 4 çıxaq. Bu da A çıxaq 2-nin kvadratı deməkdir. Onda nə olur? A kvadrat çıxaq 2A üstə gələk 2. A kvadratı üstə gələk. Yox, 2A yox. A kvadrat çıxaq A üstə gələk 2. Çıxaq A üstə gələk 2. A kvadrat üstə gələk A çıxaq 2 də bu elə. İndi biz bunu vuruqlara ayırmalıyıq. Bu heç bu vuruqlara ayrılmayacaq, amma bunu ayıra bilərik. İndi baxaq görək nə olur. A kvadratı çıxaq A üstə gələk 2. Bunu isə belə eləyirəm. A kvadratı üstə gələk 2, belə deyirəm da, çıxaq A, üstə gələk 2A, çıxaq 2. Bax, bu A-nın əvəzinə çıxaq A, üstə gələk 2A yazdım. O da bərabərdir. Birincisinə dəymirik. A kvadrat çıxaq A, üstə gələk 2. Bunu isə bu ikisindən A-nı çıxardıram. A-nı çıxardanda A çıxaq 1. Bu ikisindən də 2-ni çıxardıram. Üstə gələk 2. A çıxaq 1 edir. Bərabərdir. Onda A kvadrat çıxaq A üstə gələk 2. Vuraq. A çıxaq 1. Vuraq. A üstə gələk 2 də bu elədir. Bu da oldu 3-cü. Deməli, 1, 2, 3. Baxaq görək nədir. 45-də. A variantı. A kvadratı çıxaq A üstə gələk 2. Üçüncüdür mü? A kvadrat çıxaq A üstə gələk 2. A deməli 3-ə uyğun olur. A kvadrat üstə gələk A üstə gələk 2. O da ikincidədir. Deməli B 2-yə aiddir. A kvadrat çıxaq 2 A üstə gələk 4. C də 1-ə aiddir. Sonra A çıxaq 1. 3-ə aiddir. Görürsünüz D. A çıxaq 2. 2-yə aiddir. Y də 2-yə aiddir. Bu da 45. Uşaqlar, burada bir kök var. Deməli 47-də. Və bərabərsizlik var. Mən yazacağım, amma siz bunu başa düşməyəcəksiniz. Ona görə yazıram. Gələcək üçün yazacağım. Çünki o video onsuz da təhsizə aiddir. 11-lərdə baxılar bunu. Köçürdüm bunu. Siz 47, mən 47-ni yazacağım. Siz 46-nı yazmazsınız. Sadəcə baxarsınız. Yazdınız mı? Silə bilərəmmi? Biraz köçürməyə, yəni tez köçürdün ki, yazıb tutara bilək. Yaxşı.
47. 47 belədir. Kökləri həqiqi olan çoxədlər üçün uyğunluğu müəyyən edin. Birincisi, x kvadrat çıxaq mx üstə gələk 9. İkincisi, x kvadrat üstə gələk 2 kök altında 6 vuraq x üstə gələk m. Üçüncüsü, x kvadrat çıxaq 2x çıxaq m kvadratı. Kökləri həqiqi ədədlər olması üçün. Kökləri həqiqi ədədlər olması üçün diskriminantı böyük bərabər 0 eləməlidir. D bərabərdir. Mənfi m kvadratı çıxaq 36 böyük bərabər 0 eləməlidir. Bu da m üstə gələk 6, m çıxaq 6 böyük bərabər 0-dır. Qollar yuxarıdır, mənfi 6, 6. Deməli, birincinin kökü belə olacaq. M daxil olmalıdır. Hara? Mənfi sonsluq. Mənfi 6, birləşmə 6 müsbət sonsluq. Bu birincidir. Keçirəm ikinciyə. Diskriminant bərabərdir. Bunun kökü nədir? Bunun kökü deməli b kvadratı, yəni 2 kök altı 6-nın kvadratı çıxaq 4ac, yəni 4m. Bu da bərabərdir 24 çıxaq 4m. Bu da böyük bərabər 0 olmalıdır. Buradan da alırıq ki, m kiçik bərabər də 6-dır. Yəni m daxildir. Mənfi sonsluq 6. Bax, budur. İkincidən. Bu birincidir. Keçirəm üçüncüyə. Diskriminant bərabərdir. Mənfi 2-nin kvadratı. 4 üstə gələk. 4m kvadratı. Böyük bərabər 0. Bu isə m daxildir. Mənfi sonsluq müsbət sonsluqdur. Çünki bu ifadə həmişə müsbət qiymətləri alır. Qoy onu yazım. 1, 2, 3. Deyir ki, yalnız m daxildir. Mənfi 6, 6 olanda vuruqlarına ayrılmır. Düz deyir. Belə olanda vuruqlara ayrılır. Yəni, niyə vuruqlara ayrılmır? Çünki elə olanda kökü yoxdur. Kökü olmayanda vuruqlara ayrılmır. Deməli, bu A birinciyə aiddir. Deyir ki, M-in istənilən qiymətində vuruqlara ayrılır. Bu üçüncüyə aiddir. B. C-də deyir ki, yalnız mənfi sonsluq 6 olduqda vuruqlarına ayrılır. Yalnız. Xeyr. 2-yə aid deyil. Çünki 6-nı orada almır, burada alır. D. Yalnız mənfi sonsluq 6 olduqda vuruqlarına ayrılır. D. 2-yə aid. D. Bir də mənfi sonsluq mənfi 6, 6 müsbət sonsluq olduqda vuruqlarına ayrılır. Y isə birinciyə aiddir. Keçirik 49-a. 49. Deməli, buranı silirəm. Onsuz da bu sizə aid deyildi. Qırx 49 da belə düşər. A və B çoxhədilləri üçün aşağıdakı uyğunluğu müəyyən edin. Birincisi, x kvadratı üstə gələk 5xy üstə gələk 6y kvadrat bərabər A vuraq B-yə. İkincisi, A üstə 6 üstə gələk 3A kubu üstə gələk 2 bərabərdir. A vuraq B vuraq A kvadrat çıxaq A üstə gələk 1. Üçüncüsü isə A üstü 4 çıxaq 6A kvadrat üstə gələk 9 bərabərdir AB. Bunları vuruqlarına ayırmaq lazımdır uşaqlar. Birinci bundan başlayırıq. X kvadratı üstə gələk 5xy. Bunda 5xy üstə gələk 6y kvadrat. Parçalayıram. X kvadratı üstə gələk 2xy üstə gələk 3xy üstə gələk 6y kvadrat. Bu da bərabərdir. Baxın, bu sizə aiddir. X-i çıxardıram. X üstə gələk 2y. Buradan da 3y-i çıxardıram. 3y. X üstə gələk 2y da bu edir. Bu da bərabərdir. X üstə gələk 2y. Bir də x üstə gələk 3y. Deməli, AB buna aiddir. Birincidə. Keçirəm ikinciyə. A üstə 6 üstə gələk 3A kubu üstə gələk 2. Bunu da parçalayırıq uşaqlar. A üstə 6 üstə gələk A kubu üstə gələk 2A kubu üstə gələk 2. Bu da bərabərdir. Bu ikisindən A kubunu çıxardır. O da eləyir. A kubu üstə gələk 1. Bu ikisindən isə 2-ni çıxardıram. A kubu üstə gələk 1. Alınır ki, A kubu üstə gələk 2 vuraq A kubu üstə gələk 1. A kubu üstə gələk 1-in özü də müxtəsər vurma düsturudur. A kubu üstə gələk 2. Bu da A üstə gələk 1.
A kvadrat çıxaq A üstə gələk 1 edir. Deməli, ikincisi də bu oldu da. Düzdür, bu bərabərdir. Nə olmalıdır? AB vuraq. A kvadrat çıxaq A üstə gələk 1 də bu olmalıdır. Uyğunlaşdırma ən yorucu suallar olur uşaqlar. Ona görə mən uyğunlaşdırmadan qaçıram həmişə. Deməli, bunu nə edirik? Bu da A üstü 4 çıxaq 6 A kvadratı üstə gələk 9. Bu A kvadrat çıxaq 3 mötərizə kvadratı deməkdir. Bu da bərabərdir AB-yə. Onsuz da sonuncu sualımızdır, sonuncu uyğunlaşdırmadır. Ondan sonraki açıq sual. Hə. Deməli, belədir. Bunu da yazıram, bu yəqin ki, sonuncu olacaq. Belə deyir. Birincisi, A və B bərabər çoxhədillərdir. 1, 2, 3. Uşaqlar, görürsünüz, A və B bərabər çoxhədillər bunlardır. Eyni çoxhədili bir-birinə vurulur. Deməli, A variantı hansına uyğundur? Üçüncüyə uyğundur. A və B çoxhədlərin sərbəst hədləri fərqli ədədlərdir. A ilə B-nin sərbəst hədləri. Bax, biri A, biri B olanda görürsünüz, sərbəst həddi birində 2-dir, birində 1-dir. Görürsünüzmü? Bunlar fərqli ədədlərdir. Deməli, bu 2-yə aiddir, B variantı. Sonra C-də A və B çoxhədlərinin əmsalları cəmi 7-yə bərabərdir. Bax, bura baxın. 1, 2 də bu. 3 elədi mi? 1, 3. 4 da bu elədi mi? 3 ilə 4 neçə elədi? 7. Deməli, bu birinciyə aiddir. C. Baxaq. D-də A və B çoxhədlərinin dərəcələri fərqli ədədlərdir. Bu deyil. Amma bu ikisinə aiddir. Görürsün, A-nın dərəcəsi 3-dür, B-ninki isə 1-dir. Fərqli ədədlərdir, deməli bu 2-yə uyğun olur. D. 1-də varmı elə bir şey? Xeyr, hər ikisi birinci dərəcədəndir. Və nəhayət Y, A və B çoxhədlərinin dərəcələri 2-yə bərabərdir. Bu 2 deyil, bunda hər ikisi 2 deyil. Burada 2-dir, görürsünüz. Niyə? Çünki bu A kvadratı çıxağı 3 vuraq, A kvadrat çıxağı 3 kimi baxırıq. Bu da 2'dir, bu da 2'dir. Deməli, Y hansına uyğun oldu uşaqlar? Üçüncüyə uyğun oldu. Hələlik bu uyğunlaşmalar qalsın. Siz də uyğunlaşmaları yazarsınız. Deməli, mən 50-dən sonranı növbəti dərsdə yazırım.